Hər vaxtınız xeyir millət, hər birini salamlayıram uşaqlar. Çoxdan da video yoxdur millət. Bu günləri mən bunun hamısının səbəbini deyəcəm sizə və bu günləri mən sizə çox vacib məlumatlar verəcəm. Çünki dostlar, YouTube-da izləyən dostlarımız var, hansı ki, sırf olaraq başqa platformalarda yoxdur və YouTube-da mən dedim ki, sizin üçün geniş bir məlumat verim ki, siz artıq biləsiniz ki, biz harda işləyirik, necəyik. Çünki mənə çox yazırsınız, neçə dənə mesaj gəlib ki, İsmail bəy hardasınız, bəs sizi YouTube-da gözləyirik və videolarınız yoxdur. Dostum, mən Telegrama keçmişəm. Dostlar, mənim bütün işimi mən Telegrama keçirtmişəm. Daxili işlər görülür, yəni orada hamısı bir yerdə paylaşımlar olunur. Biz qrup şəklindəyik və bu dəqiqə bunun üçün sənə məlumat verəcəm. Dostlar, Telegrama keçmişik və Telegramda tam olaraq işləyirik. Videolar da ora gedir dostlar. Çünki uşaqlar açıq deyəcəm, YouTube-da işləmək üçün mənim çox vaxtım gedir. Yəni bura mən arada məlumat videoları atacağam, göstərəcəm sizə. Amma dostlar, təlimləri mən artıq həmən bizim belə bir qrupumuz var, hal-hazırda görürsən dostum. Burada 100 nəfəri keçib bizim auditoriya və artmağa davam edir. Burada isə sən gördüyün həmən kanal var, hansı ki mən aşağıda saxlayacağam. Sən ora istək ata bilərsən və həmən qrupa keçid ala bilərsən. Çünki həmən qrupdan sənin, necə deyirlər, işin başlayır və oradan səni ödənişsiz bir şəkildə həmən təlimlərə yönləndirəcəklər, sənə kömək eləyəcəklər. Nümayəndə saxlamışam, bütün məlumatı saxlamışam, qısa fraqment videoları saxlamışam, görürsən hal-hazırda. Sən həmən videolara baxıb nə lazımdır eləyirsən və ondan sonra biz səni həmən qrupa əlavə eləyirik, hansı ki sən, yenə də deyirəm, ödənişsiz bir şəkildə. Orada olursan və həmən analitikadan və təlimlərdən yararlanırsan. Çünki dostum, mənim siqnallarımı ancaq gözləmirsən və yaxud da ki, bizim qrupda olan traderların siqnalını gözləmirsən, sən özün sərbəstlə trade eləyə bilirsən. Yəni, burada qrafik görürsən dostum, həmən bu qrafik görürsənmi yuxarıdan aşağı gəlməsidir. Burada niyə qayıdıb, burada niyə görə belə bir situasiyalar olub. Bunların hamısını mən sənə izah eləyirəm ki, sən bu qrafikə baxanda artıq biləsən ki, qiymət təxmin olaraq hansı tərəfə gedəcək. Çünki bu bazar təxminlər üzərindədir. Yəni, hansısa bir minus olanda həvəsdən düşmə, hansısa bir uğursuz həftə olanda həvəsdən düşmə. Bu tradingdir, bu da normal bir şeylərdir. Mən sənə bunu açıq izah eləyirəm ki, sən belə bir depressiyalara düşməyəsən. Çünki sən bilmirsən, mən sənə bunu öyrədirəm dostum. Həmən qrupda, yəni burada nə baş verir, nələr var, sən bunların hamısını bilirsən. Nə etmək lazımdır? Sadəcə həmən qrupa istək atmaq lazımdır və yaxud da ki, Instagramda bizə yazmaq lazımdır. Burada saxlamışam mən sənin üçün Instagramı və bizdən məlumat almaq lazımdır dostum və oradan səni əlavə eləyəcək. Məsəl üçün, burada sən belə bir nəticə görə bilərsən, hansı ki bizim dostumuz yazıb və bizə təşəkkürünü bildirir. Nəyə görə? Baxın, bu dostumuz işləyir, həm də paralel olaraq trade ilə məşğuldur. Misal üçün, siz onu ofisant kimi qəbul eləyə bilərsiniz və yaxud da ki, kuryer kimi qəbul eləyə bilərsiniz. Bu anonimdir, mən heç bir şey demirəm dostum. Yəni, fərqi yoxdur. Adam paralel işləyir və bu müddətdə vaxtı olanda trade də eləyir. Həmən bu adamın, məsəl üçün, vaxtı olmur mənim siqnallarıma girməyə, ona uyğun olan həmən oradakı təlimlərə baxaraq öz vaxtı olanda girib 1-2 dənə əməliyyat açmaq və profit götürməkdir. 600 dollara 128 dollar çox gözəl bir nəticədir və faiz dərəcəsində bu çox böyük bir gəlirdir. Və əlbəttə ki, burada çox vaxt soruşursunuz nə qədər qazanmaq olar. Bu sizin depozitdən asılıdır və təcrübənizdən asılıdır. Burada çünki məhdudiyyət yoxdur. Sən burada hansı ki fikirləşirsən, yəni mən milyonçu olmaq istəyirəm. Yəni burada milyonçu ola bilərsən. Yəni sənə bunu deyirəm, amma bir şey də deyirəm ki, milyonçu olmaq kimi bunun riskləri də böyükdür və sən bunu qəbul eləməlisən. Risk eləyirsən, gəlir əldə edirsən. Okey. Baxın, deyə bilərsən ki, müəllim, necə olur ki, sən o boyda təlimləri bizə pulsuz təklif eləyirsən? Bax dostum, bu mənim vaxtımı almır. Mən bir dəfə videolar çəkəcəm və yeni nəsə görəndə yenə də ora əlavə eləyəcəm və analitikanı paylaşırıq. Məsəl üçün, gündəlik mən ola bilər, traderlar ola bilər. Məsəl üçün, mən belə bir şey fikirləşirəm, atdım sən ora qrafiki, burada görə bilərsən, görsən belə bir paylaşım olub və profit götürülüb. Yəni, görsənmi? Və yaxud da ki, minus olub. Yəni, bunu sən orada görürsən və plus mən həmən qrupda, yuxarı hissədə sabitləşmiş mesaj bölməsində belə bir bərkitmələr eləmişəm, hansı ki, sən həmən videolara keçid ala bilərsən və o təlimlərdə sənə sərbəst trade etməyə öyrədilib, hansı ki, siqnaldan kənarda sən özün trade eləyə bilərsən. Yəni, bunları biz davamlı paylaşırıq və bu ödənişsizdir. Ödənişliyə gəldikdə isə, bəli, var ödənişli mənim qrupum, hansı ki, Modul X Community sayılır. Orada dostlar, siz community-dəsiz. Yəni, burada görə bilərsən, traderlar necə münasibətdədir, necə bir yerdə inkişaf edirlər. Hər həftə sonu canlı təlimlərdən birlikdə biz yararlanırıq. Yəni, mən özüm otururam həmən burada və canlı təlimi sizlə aparıram. Qrafikdə hər şeyi görürsünüz, hər şeyi eşidirsiniz və birbaşa mənə
və bizim müəllimlərimizə suallarınızı verə bilirsiniz və yaxud da ki, oradakı iştirakçılardan, traderlardan nə istəsəz soruşa bilirsiniz. Yəni siz bu community-nin içindəsiz, bu ayrı bir mövzudur. Ödənişsiz olanlar isə Siqnal kanalında olurlar, analitik kanalında olurlar. Həm analitikadan, həm də ki, bizim təlimlərdən yararlana bilirlər. Və çox vaxtı soruşursunuz ki, hansı brokerlə işləyirsən və yaxud da ki, necə bir brokerdir? Dostlar, brokerin adını çəkmirəm mən heç vaxtı. Yəni bu mənim kontentimə uyğun deyil. Mən sizə onu həmən orada təklif eləyəcəm və göstərəcəm hər şeyi. Nəyə görə mən o brokeri seçirəm? Baxın, bu broker A kateqoriyasına keçid alır. Yəni A kateqoriyasındadır. A kateqoriyasında olan brokerlər opşi kateqor, yəni belə deyim sizə, bu brokerlər bizim spreadimizdən qazanc əldə edirlər. Yəni bu broker bizim itkimizdən qazanc əldə eləmir. Yəni biz belə bir brokerlə işləyirik və bu bizə daha çox güvən verir. Çünki belə bir brokerlərdə heç vaxt çıxarış problemi yaşaya bilməzsiniz. Çünki onlar sizin spreadinizdən öz komissiyasını tuturlar və gəlirlərini əldə edirlər. Misal üçün, bu brokerdə mənə ləzzət eləyən bir şeylərdən biri nədir? Hər dəfə mən depozit eləyəndə mənə 25%lik bonus verir. Bu siz nə deməkdir? Bu o deməkdir ki, məsəl üçün, siz $1000 depozit eləyirsiniz, sizə 25%lik bonus verir. Bu bonus elə-belə bonus deyil, bu real puldur. Məsəl üçün, siz deyək ki, likvidasiyaya getmişsiniz və balansınızda həmən o bonus $250 qalıb. Həmən o $250 siz yenə də ticarət eləyib hesabı qaldıra bilərsiniz. Aydın oldu mu sizə? Yəni bu bonus real puldur uşaqlar. Siz bu bonusu marjaya dəstək kimi istifadə eləyə bilirsiniz. Düzdür, ola bilər ki, çoxunuz başa düşmədiniz. Amma bir şey deyim, yəni hər broker sizə bonus verə bilər, amma bonus o momentdə işləməyəcək. Bilirsiniz hansı momentdə? Məsəl üçün siz $1000 var, $250 sizdə bonusdur, $1000 sizdə minus göstərir, hansı ki mən tövsiyə eləmirəm belə şey eləyəsiniz. Söhbət ondan getmir, sizə $1000 minus göstərir. Sizin $250 sizi qoruyacaq. Son $1 kimi o sizi qoruyacaq. Həmən o $250 marja, həmən o $250 bonus. Əgər siz $10.000 bizdə var uşaqlar, hansı ki 5.000, 10.000, 15.000, yəni həmən o məbləğlərə uyğun faiz hesablanır. 10.000-ə məsəl üçün $2.500. Məncə bu gözəl bir puldur. Sizə verirlər, hansı ki siz artıq 10.000-dən yox, 12.500-dən başlayırsınız trade eləməyə. Bir də qısa bir nüans deyim sizə. Məsəl üçün siz depozit eləmişsiniz $10.000, $2.000 yarım sizdə bonus var. Yəni sizdə 12.500 marjadır. Siz burada $2.000 pul qazandınız, hesab oldu 14.500. Siz əgər öz depozit elədiyiniz məbləğə dəyməsəz, həmən bu bonus itmir uşaqlar. Misal üçün, baxın, siz $10.000 dəymirsiniz, rovnu olaraq deyək ki, $14.500 sizin pulunuz var, düzdür? Siz burada əgər $11.000 öz pulunuzu saxlayırsınız, $1.000 hələ üstündən, $11.000 heç yox, $100 əlavə saxlayırsınız, məsəl üçün, $10.100 və $2.500 da üstündə bonus var. Qalan pulu çəkə bilərsiniz. Çünki sizin yatırdığınız məbləğə toxunulmadı. Yəni sözün qısa bir mənası, depozit elədiyiniz məbləğə toxunmursunuz, o zaman sizin bonusunuz yanmır. Əgər siz məsəl üçün $10.000 14.500 eləmişsiniz və siz oradan o saat 6.000 çəksəz, balans düşsə 8.000-ə sizin bonusunuz yanacaq. Çünki siz öz depozit elədiyiniz pulu çəkmişsiniz. Bu çətin bir şey deyil. Bunların hamısını biz izah eləyirik. Bunu heç bilməyə də ehtiyac yoxdur. Yəni mən sizə əsas demək istəyirəm ki, burada olan bonus marjaya təsir eləyir uşaqlar. Yəni bu brokerdə belə bir xüsusiyyət də var və biz həmin brokerlə işləyirik və çox razıyıq. Fonlarla işləməyə qaldıqda isə dostlar, biz Model X community-nin içində fonlarla da işləyirik, real pulla da işləyirik. Yəni biz bir yerdəyik və bir yerdə həmin bu gəmidə üzürük dostlar. Trading bir gündə gəlir gətirməyə bilər. Amma trading uzun müddətdə orada qalanlar üçün böyük bir fürsətdir. Və burada biz heç vaxtı bizə dəstək olan nə deməkdir uşaqlar? Məsəl üçün, siz hansısa bir qrup açırsınız və ora ilk gələn insanlar, yəni bu insanlar ən səmimi insanlardır, hansı ki sənə inanıb ora gəlirlər, bu insanlar həmişə sənin yanındadırlar və bu insanlar həmişə səninlə bir yerdə işləyirlər, hansı ki gedib qıraqda, bucaqda, orada, burada 50 dənə yer, əlində 5 dənə qarpuz saxlamaq istəmirlər, bir dənə səninlə işləyirlər və sənin yanındadırlar. Və o qrupda elə şəxslər də var ki, əlində 5 dənə qarpuz saxlamaq istəyir, məndə itirir, gedir başqa qrupda qazanır, orada itirir, gedir o birisində qazanır. Yəni bu məqsədsiz insanlar da var əlbəttə ki. Və biz burada şəffaflıq yaradacağıq. Bizdə belə bir ideya var ki, uşaqlar çox yaxın bir zamanda biz belə bir bonuslar verəcəyik, hansı ki bizim qrupda olan uşaqlar, bizim təlimlərdən yararlanan və
orada ən aktiv olmağı hardan bilinir dostlar? Aktiv olmaq oradan bilinir ki, sən brokerdə trade eləyirsən və sənin bütün keçmişin var. Yəni buna baxanda bilinir ki, bu adam həqiqətən də işləyir, bu adam həqiqətən də sənin verdiyin məlumatlardan yararlanır, bu adam həqiqətən də qazanır və qazancına üstəlik biz ona həftəlik ola bilər ki, 500 dollar, 1000 dollar baxacaq bizim həftəmizə, baxacaq. Çünki bu Forex bazarıdır. Burada elə həftə olur, zəif olur, elə həftə olur, vapşi çox olur, elə həftə olur, sıfırda oluruq. Yəni bu normal bir şeydir. Bu Forex-ə aid olan bir teoriyalardır, hansı ki biz bilməliyik. Və siz bu bonuslardan yararlana biləcəksiniz. Məsəl üçün, bu həftə deyək ki, Əli bizdə ən çox aktiv olan tələbəmiz olub, ən çox treylər aparıb, ən çox formullar işləyib, ən çox strukturlara girib və dostlar, bu həmən Əli bizdə seçiləcək, məsəl üçün həftənin qalibi və həmən 500 dollar Əliyə təqdim olunacaq. Sizin içinizdə çoxunuz o Əli ola bilərsiniz. Çünki işləyirsənsə sən əvvəl-axır, yəni orada qalib olacaqsan, hansı ki sənin əməyin dəyərləndiriləcək və sən əlavə bonus bizdən əldə eləyəcəksən. Bunu da eləyəcək uşaqlar. Sadəcə biraz səbirli olmaq lazımdır. Siz hər şeyi bir gündə istəyirsiniz, bir gündə alınmır. Siz sadəcə üzdə olanı görürsünüz, arxada nə baş verir, heç birindən xəbəriniz yoxdur. Və dostlar, yenə də dediyim kimi, bu sahədə olan pul heç yerdə yoxdur. Ancaq bu sahədə olan risk də heç yerdə yoxdur. Risk etməyən şampan içmir. Dostlar, YouTube-u mən daha çox belə live, hansısa bir nəticələr göstərmək üçün istifadə eləyəcəm. Yararlanmaq istəyənlər və bizdən xəbəri olmaq istəyənlər üçün. Çünki siz əgər hansısa bir kontent istəyirsinizsə, sizin üçün fərqi olmamalıdır. Bu YouTube-dadır, yoxsa Telegramdadır. Telegramda mən onu tez paylaşa bilirəm. YouTube-a bu videonu mən bu günləri çəkirəm. Məsəl üçün, deyək ki, videonu 2 gündən, 3 gündən sonra o video gedir YouTube-a. Yəni bu vaxt aparır. Telegramda mən nə edirəm? O saat çəkdi yatdıq. O saat səs ata bilirəm, o saat danışa bilirəm sizlə. Aydın olur sizə. Hər birinizi həmən Telegramda gözləyirəm. Aşağıda sabitləşmiş mesaj bölməsində saxlayacağam həmən Telegramı. Birbaşa o Telegrama istək atırsınız və mən sizi orada qəbul eləyirəm. İçəri keçdikdən sonra isə orada tam olaraq məlumat saxlamışam. Həmən məlumatı başdan axıra kimi oxuyursunuz. Orada olan məlumatları dinləyirsiniz. Orada nümayəndə var. Nə sualınız olduğuna yazırsınız və birbaşa cavab alırsınız. Dostlar, bu heç yerdə yoxdur. Mənim komandamda olanlar üçün çox tez bir zamanda texniki məsələlər həll olunur. Yəni sizə 3 gün başqa yerdə deyə bilərlər. Burada isə onu 1 saat içində biz həll eləyəcəyik. Hamınıza uğur və nailiyyətlər, hər birinizi həmən qrupda gözləyirəm və aramızda olmağınıza çox şad olardım. Hələlik.